Her vaxtınız xeyirli olsun. Xalqını sevən, insanlığı sevən, Allahı sevən, uşaqları sevən hər bir kəs bu videonu paylaşmalıdır. Bunu etmirsə deməli o ümumiyyətlə o insan deyil. 100% belədir. Bir təklifim var. Deməli, mən bütün psixoloqlara və bütün valideynləri birliyə səsləyirəm. Nəyə görə psixoloqları və valideynləri? Kimlərin ki, uşaqları məktəbdə oxuyur. Əgər uşaqlara məktəbdə psixologiya dərsi keçirilsə, uşaqlar böyüyəndə bu şəxsiyyət tipləri var, nə bilim şəxsiyyət pozuntusu var, nələr var da bir sözlə. Bax bu cür insanları tanıyar, qarşısına çıxanda insanlarla öncə mübahisə olmaz. Hamısı bir-birinin əlamətlərindən dərhal tanıyacaqlar və onlarla nə cür davranmaq lazımdır, onu biləcəklər. Sonra ailə quranda, bir-birlərinə tanış olanda artıq məsələləri həlli də biləcəklər. Eyni zamanda da özlərinin uşaqları olan da onunla nə cür davranmağı biləcəklər psixoloji tərəfdən. Onlara travma yaşatmayacaqlar. Və bir-birinə aşiq olanda filan rast gələndə ailə qurmaq həmin məzunlar gələcəyinə artıq psixologiyanı bildiyi üçün baxacaqlar ki, bu bununla uyğundur yoxsa yox. Dəyərmi, dəyməzmi? Yəni bu çox məsələləri həll eləyəcək. Eyni zamanda həmin o psixoloqlar 1-ci sinifdən 10-cu sinifə qədər hamıya dərs keçdiyi kimi, oranın müəllimlərinə də dərs keçəcəklər ki, uşaqla nə cür davranmaq lazımdır. İstər o riyaziyyat müəllimi olsun, istər kimya olsun, istər nə bilim ibtidai sinif rəhbəri olsun, filan və s. də bir sözlə orada kim varsa dərs deyən müəllim adında direktoruna tutmuş kimə qədər hamısına psixologiyada dərs deyəcəklər. Həmin o psixoloqlar. Bax belə olsa, bu bizdə gələcəkdə insanların, sizin o övladlarınızın bir çox problemlərlə üzləşməsinin qarşısını alacaqlar. Bunlar psixologiya da bilmir və dərhal mənfi şeylərə yönəlirlər. Axmaq şeylər onları dərhal idarə edir. Və s. İndi buradan səslənirəm həm valideynlərə, həm psixoloqlara. Birlik eləyin ki, birləşin və sonra da bu məsələni qaldırın Təhsil Nazirliyi qarşısında. Onlar onu eləyəcəklər. Tələbat olanda, görəndə ki, xalq istəyir, bunlar məcbur qalıb eləyirlər onu. Həm burada iş yerləri açılacaq, həm sizin uşaqlarınız xilas olacaq. Burada çətin bir şey yoxdur. 1-ci sinifə onun səviyyəsində psixologiya keçiriləcək, 2-ci sinifə 2-ci sinif, 5-ci sinifə 5-ci sinif səviyyəsində. Beləliklə uşaqlar sıfırdan yuxarıya qədər bu psixologiyanı bilsələr, məktəbdə də bir-birini qırmayacaqlar. Evdə də özlərin bilirlər nə aparmaq lazımdır. Üstəlik onlar valideynlərə də dərs keçəcəklər. Psixoloji məsələlər. Ayrılanları da boşananları da birləşdirə bilər. Həmin bu ailədəki uşaqlar. Bir sözlə psixologiyanı super bilmək onların bütün həyatlarını müsbətə doğru dəyişəcək. Bax doğrudan da Allahı sevirsinizsə, övladlarınızı sevirsinizsə, xalqınızı sevirsinizsə, bu videonu hər kəsə paylaşın, hamı birlik nümayiş etdirsin. Bilmirəm, mən demirəm mənə yazsınlar, mənim ona vaxtım yoxdur. Bir cəmiyyət yaratsınlar, içlərindən bir adam seçsinlər. Yəni sonunda hamısı bir dənə bir cəmiyyət altında birləşsin, birliyi altında və vaxt təyin etsinlər, məktublar yazsınlar, nazirliyə göndərsinlər. Yəni gün ərzində 100 dənə məktub getsə nazirliyə, 100 dənə zəng olunsa, 3 aydan sonra bilsin nə olacaq? O məsələ öz həllini tapacaq. Siz elə bilirsiniz ki, nazirlikdə işləyənlər ağıllı adamlardır. Ki onların nədənsə başı çıxır. Tələbat lazımdır. Əgər xalq tələb edirsə, onlar da onu eləyəcək. Onsuz da pulu yemək üçün bir bəhanə axtarırlar ki, büdcə söksünlər. Qoy təzə iş yerləri açsınlar. Axmaq dərsdə keçirlər. Qoy psixologiyanın ən vacib şeyi ora əlavə eləsinlər. Tamam, bax bu qədər. Qalan şey sizlikdir.
İçimizdən çıxsın bir nəfər və məsələni həll eləsin, birləşdirsin insanları. Sonunda da müraciətlər olunsun. Hər kəs üçün xeyirli uğurlu olsun.